Salam aşkolarım, necəsiz, gününüz uğurlu olsun inşallah. Bugünkü vlogumuz kənddəndir. Bugün kəndə getmişdik, kənddə gözəl gün keçirdik. Əsl ilə yazın havası idi, biz də fürsətdən istifadə elədik. Həm kətə bişirildi, həm samavar qalaylandı. Çox gözəl gün oldu. Samavarımızı Mirzağa müəllim qaladı. Canım əmoğlu, buradan sənə salam, sənə tağ eləyəcəm inşallah. Xahiş edirəm takipçilərim Mirzağa müəllimi də izləyirsiniz. Beləliklə, əminin burada parnikdə əkdiyi pomidor xiyarları çəkirəm sizin üçün. Allah bərəkət versin, xeyirli uğurlu olsun. Çox gözəl idi, həddindən artıq səliqəli və təmiz. Sonra da samavarımız qalandı elədi, həyətə xalça sərildi, bacı qardaş xalça sərirlər. Xalçanı sərəndən sonra da mən qəşək gedib indi orada poza verəcəm. İndi görəcəksiniz, izləmədə qalın. Qəşək poza verəndən sonra da keçirik kətəmizə. Qoyun pozamı verim sonra. Selam, ben geldim. Sonra keçdi burada qudalar söhbət edirlər, göyərtilərin falan aparırlar hazırlamağa. Kətəni yaydılar, bişirdilər. Kətə deyəndə biz kətə deyirik, çox adam deyir ki, kətə nədir? Hər yerdə qutab deyirlər. Biz Saatlıdayıq, bizdə Saatlıda rayon yerində kətə deyilir. Ət kətəsi, nə bilim göy kətəsi, amma çox yerdə ət qutabı, göy qutabı deyilir. Nəysə sözüm budur. Əsas odur ki, çox dadlı idi. Qəşəngcənə yedik. Əvvəlcə üstünə quyruq atdılar, quyruqla yağladılar. Birincisini fətiri bişirdilər, sonra keçdilər kətiyə. Biz fətiri qəşəngcənə aşırtdıq, sonra kətələdik. Kətədən sonra da yeyəni bitirəndən sonra getdik uşaqlarla futbol oynamağa. İnanın ki, o qədər maraqlı idi. Əvvəl biz 2 nəfər idik. Uşaqlar gördülər ki, necə maraqlı qapçıyam, necə maraqlı oyun aparıram. Hamısı qoşuldu mənə, məndən oldu. Tural qaldı, tək Tural da bizlə oynayır. Tural, Həlimə, mən. Maraqlı oynayırdıq. Səsimiz küyümüz o qədər güclü gəldisə, bir onda gördük ki, mama gil elə kətəni bişirdiyi yerdə Töhfə xala ilə bir şey gəliblər ki, biz də futbol oynayırıq. Bir qrupda onlar topa ayaqları dəyməsə də ortada fırlanıb getdilər. Getdilər, uşaqlar necə sevinirdilər ki, biz onlarla oynayırıq. Burada da uşaqlar babaları ilə görüşürlər. O biri qızın uşaqlarıdır, gəlirlər babaları ilə qucaqlaşıb görüşürlər Mehman əmi ilə. Burada da qəşəng çayımı dəmləyirəm. Nə olsun ki, mən qalamamışam, amma dəmləməyi mən dəmlədim. Bax, mən də süzürəm. Dırnağımdan görünür ki, mənəm. Nəysə. Bilmirəm, nə danışım ki, vlogum sözlərlə də olsun. Əsas odur ki, ortaya səmimi bir vlog çıxacaq inşallah. Çayımız bu arada möhtəşəm və ötəsi idi. Belə, gözəl gün keçirdik, əyləndik. Günümüz super oldu. Mehman əmiyə, Töhfə xalaya buradan təşəkkür eləyirəm. Sağ olsunlar, var olsunlar. Mamamın da əllərinə sağlıq, Töhfə xalanın da əllərinə sağlıq. Sağ olsunlar, var olsunlar. Bu cür şərait yaratdıqlarına görə. Bax, burada başlayıram. Bax, görürsünüz, qoymadım qol olsun. Çox gözəl qapçıyam, çox gözəl futbolçuyam. Gözəl oynadığıma əminəm. Qol keçirtmədim. Hətta özüm də 2 dəfə qol vurdum. Sonra bir dəfə də Həlimə qol vurdu və hesab 16 hesabına qutardı. 10 biz olduq, 6-da Turalgilin komandası oldu. Əcəb ilə düqutduq, yaşasın biz. Burada gördüyünüz bütün uşaqlar da mənim takımımdan idi, Tural tək idi. Baxın, mami ilə Töhfə xala gəldi futbol oynamağa. Ayaqlarına top dəyməyəcək. Top dəymədi, qayıtdılar dala. Cücəçi oynadıq biz də. Burada da təriş rəqsi ilə bizi feyziyab eləyir. Kəndin ab-havasını dəyişir. Qəşəng maraqlı, ritmik bir hərəkətlə oynayır. Sonda da qəşəng Töhfə xala sazı elədi. Sazın içində ürək, börək, nə bilim, ciyər, hamısından ət tikələri qatma qarışıq olundu. Qəşəng şorabalarla, turşularla fətir arası bükdü, yedi. İndi Mirzağa sizə göstərəcək necə bükmək, necə yemək lazımdır. Bəhbə, həri sənin miri, həri. İyi görək, nuş olsun. Nuş olsun, həqiqətən çox dadlı idi, möhtəşəm və ötəsi idi. Çox sağ olun, gözəl izləmələr. Sizin üçün də mahnı qoyuram, mahnıya qulaq asarsınız. Daha doğrusu arxada verəcəm, qulaq asarsınız çünki vlogum qutarır. Özüm də yediyim halda çəkirəm. Sağ olun.